Salam şagirdlər. Bu dərsimizdə sizlərlə baxaq mexaniki rəqslər və dalğalar bölməsindən mexaniki rəqsi xarakterizə edən kəmiyyətlər və tənliklər mövzusu üzrə olan məsələlərin izahına. Baxırıq birinci suala. Harmonik rəqs edən cismin yer dəyişməsinin zamandan asılı qrafiki verilmişdir. Rəqsin amplitudunu müəyyən edin. Biz öyrənmişdik ki, yerdəşmənin zamandan asılı qrafikində yerdəşmə oxunun üzərində olan qiymətin maksimumu, yəni ən böyük qiyməti rəqsin amplituduna bərabərdir. Yəni tarazlıq vəziyyətindən maksimum yerdəşməyə bərabərdir. Ona görə cavabımız olmalıdır B variantı. İkinci sual. Harmonik rəqs edən cismin yerdəşməsinin zamandan asılı qrafiki verilmişdir. Rəqsin periodunu müəyyən edin. Rəqsin periodu nəyə deyilirdi? Bir tam rəqsə sərf olunan zaman. İndi burada bizim qrafiyə görə rəqs başlayır amplitud nöqtəsindən, yəni kənar vəziyyətdən. Bu hissəyə, baxın, rənglədiyim bu hissəyə rəqsin 1/4 hissəsi kimi baxacaq, yəni periodun 1/4. Onda bir tam rəqsdə neçə belə hissə olmalıdır? 4 hissə olmalıdır, yəni 4 dilim olmalıdır. Onda 1, 2, 3 saysaq, bir tam rəqs burada tamamlanır da. Buradan buraya kimi rəqsin 1/4, sonra bu hissə rəqsin 4/2 hissəsi, yəni yarı. Sonra buradan qayıtdı bura. Oldu rəqsin 4/3 hissəsi, bir də qalxdı bura. Tam rəqs tamamlandı. Tam rəqsin tamamlanmasına sərf olunan zaman nə qədərdir? 4 saniyə. Bu da rəqsin periodunu verir bizə. Rəqsin periodu 4 saniyə. Cisim A və B nöqtələri arasında rəqsi hərəkət edir. Aşağıdakı fizik kəmiyyətlərdən hansı A və B nöqtələrində sıfıra bərabər olur? Şəkildən görürük ki, A və B nöqtələri rəqsin amplitud nöqtələrinə uyğundur. Biz öyrənmişdik ki, rəqsin amplitud nöqtələrində, yəni ən kənar nöqtələrdə rəqsin sürəti, cismin sürəti sıfıra bərabər olur. Yəni cisim bir anlıq dayanır. Sürət sıfıra bərabərsə deməli impuls da sıfır olacaq, kinetik enerji də sıfır olacaq. Bunlar hamısı sürətdən asılı olan kəmiyyətlərdir. İndi bizdə sıfıra bərabər olanı istəyir. Onda cavabımız nə olmalıydı? D variantı, yəni cismin impulsu sıfıra bərabər olacaq. Dördüncü sualda hərəkət sərbəst harmonik rəqs edən maddi nöqtəyə təsir edən maksimal qüvvə hansı ifadə ilə təyin olunur? Qüvvə üçün ifadəmiz necə idi bizim? Newtonun ikinci qanununa görə qüvvənin ifadəsi F bərabərdir ma. İndi biz rəqsi hərəkətdə rəqsin tezliyi üçün maksimal düsturlar öyrənmişdik. Həmin indi məsələnin şərtinə uyğun həmin düsturlardan istifadə etməliyik. Məsələn, cavab variantlarda görürük ki, burada təcilin omega, yəni dövrü tezlikdən və amplituddan asılı olan ifadələr lazımdır. Onda rəqsin təcilinin maksimal qiyməti üçün hansı düsturu yazmalıyıq? A bərabərdir omega kvadrat xm. Omega kvadrat xm. Gətirib qüvvə düsturunda yerinə yazsaq, onda qüvvə üçün alarıq. F bərabərdir m, A-nın yerinə omega kvadrat xm. Cavabımız belə olmalıdır. B variantı. Beşinci sualda sərbəst harmonik rəqs edən maddi nöqtənin maksimal sürəti hansı ifadə ilə təyin olunur? Sürətin də bucaq omegadan və x-dən amplituddan asılı düsturu sürəti maksimalı bərabərdir. Omega vuraq amplitud. Omega xm. Cavabımız olmalıdır D variantı. Sərbəst harmonik rəqs edən maddi nöqtəyə təsir edən maksimal qüvvə. Yenə də bizdən qüvvəni istəyir. Hansı ifadə ilə təyin olunur? Yəni qüvvə düsturu bizdə necə idi? F bərabərdir ma. Bu da bərabərdir. İndi variantlardan görürük ki, burada tezliklə olan düstur bizə lazımdır. Təcilin də kütlə vuraq. Təcilin tezlikdən asılı düsturu necə idi bizdə? 4 pi kvadrat nu kvadrat, yəni tezliyin kvadratı vuraq xm. Amplitud. Cavabımız 4 pi kvadrat nu kvadrat xm vuraq kütlə. Uyğundur D variantı. Baxırıq 7 nömrəli suala. Təcilin maksimalı bölək 4 pi kvadrat vuraq nu kvadrat ifadəsindən hansı fiziki kəmiyyət təyin olunur? Bu ifadəni görən kimi təcilin maksimal qiymətinin tezlikdən asılı düsturu yadımıza düşəcək. 4 pi kvadrat nu kvadrat vuraq amplitud. İndi buradan mən amplitudu tapsam əgər xm bərabərdir A bölək 4 pi kvadrat nu kvadrat. Yəni şərtdə verilən ifadə budur. Bu da nəyə bərabərdir? Rəqsin amplituduna. Yəni cavabımız olmalıdır Y variantı. Əgər biz düsturu xatırlamırıqsa, bu zaman vahidləri yerinə qoymaq metodundan da istifadə edə bilərik. Bunun üçün də biz kəmiyyətlərin vahidlərini artıq əzbər bilməliyik.
Məsələn, sürətdə bizdə nə var? Təcil var. Təcilin vahidi necə idi? Metr bölək saniyənin kvadratı. Bölürük məxrəcdə 4 pi kvadratı. Bu sabit vahidi yoxdur. Bir də tezliyin kvadratı var. Tezliyin də vahidi nə idi? 1 bölək saniyə idi. Kvadrat olduğu üçün olacaq 1 bölək saniyənin kvadratı. Saniyə kvadratları ixtisar getdi, yerdə qalır metr. Yəni, bu metrdə məsafə amplitud vahidi olduğu üçün cavabı Y variantı seçirik. 8-ci sual. Sərbəst harmonik rəqs edən maddi nöqtənin maksimal sürəti hansı ifadə ilə təyin olunur? Sürətin maksimalını variantlarda hamısında period görürük. Perioddan asılı dosturu 2pi amplitud xm bölək t. 2pi xm bölək t cavabımız olmalıydı B variantı. 9-cu sualda harmonik rəqs edən cismi koordinatının zamandan asılılıq tənlikləri hansıdır? Harmonik rəqs edən cismi koordinat tənlikləri x bərabərdir xm kosinus omega t'də öyrənmişdik. Bir də x bərabərdir xm sinus omega t'də öyrənmişdik. Omega da bizdə bucaq tezlik, dövrü tezlik. Dövrü tezliyin də ifadələri hansılar idi bizdə? Omega bərabərdir 2pi bölək t var idi, perioddan asılı ifadəsi. Və omega bərabərdir 2pi nu var idi, tezlikdən asılı olan ifadəsi. İndi bizdə hamısında koordinat burada zamana görə sinus qanunundan dəyişir. Bir də omeganın yerinə perioddan asılı olan ifadəsi yazılıb. Onun cavabımız B variantı olmalıdır. X bərabərdir A sinus 2pi bölək t də bizdə omegaya bərabərdir t. Cavabımız olmalıdır B variantı. 10-cu sual. Maddi nöqtənin rəqsi x bərabərdir 0,3 sinus 10 pi t qanunu ilə dəyişir. Bizdən rəqsin amplitudunu istəyir. Bu təyin standart yazılışı necə idi? Bizdə x bərabər idi xm sinus omega t. Yəni sinus və kosinus funksiyasının qarşısında duran rəqəm, yəni öndə duran əmsal bizə amplitud qiyməti verirdi. Yəni buradan tənlikdən görürük ki, amplitud 0,3-ə bərabərdir. 11-ci sual. Rəqsi hərəkət edən cismin tarazlıq vəziyyətindən modulca ən böyük yerdəyişməsi. Tarazlıq vəziyyətindən ən böyük yerdəyişmə biz buna rəqsin amplitudu demişdik. O amplitudunu tərif edir. 12-də hansı qüvvənin təsiri ilə yaranan mexaniki rəqslərə harmonik rəqslər deyilir? Harmonik rəqsləri yaradan qüvvələr yerdəyişmənin əksinə yönəlib, onunla düz mütənasib olan qüvvələrin təsirinə yaranan rəqslərə demişdik biz. Harmonik rəqslər yerdəyişmənin əksinə yönəlib, onunla düz mütənasib olan qüvvənin təsiri ilə yaranan rəqslərə harmonik rəqslər deyilir. Ona görə cavabımız olmalıydı Y variantı. 13-cü sualda harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafikinə görə rəqslərin periodunu bizdən istəyir. Rəqsin periodu dedi ki, bir tam rəqsə sərf olunan zamandır. İndi burada diqqət eləsək ki, bizdə rəqsin hərəkəti koordinat başlanğıcından başlayıb, sıfırdan başlayıb, yəni tarazlıq vəziyyətindən hərəkətə başlayıb. Onda oradan bu hissəyə qədər bu rəqsin 4/1-i, sonra qayıtdı 4/2-si, 4/3-ü və 4/4. Yəni bir tam rəqs tamamlandı 20 nöqtəsində. Yəni zaman 20, bu da rəqsin perioduna bərabərdir. Yəni burada rəqsin periodu olmalıdır 20. Yəni bu tip məsələlərdə periodu təyin etmək üçün həmişə qrafik üzərindən 4 hissəni birləşdirib, yəni o 4-cü hissə harda tamamlanırsa, artıq həmin nöqtə zaman oxunun üzərində olacaq periodun qiyməti. 14-cü sual. Sərbəst harmonik mexaniki rəqslərdə zamana görə dəyişən kəmiyyət hansıdır? Biz bilirik ki, harmonik rəqslərdə zamana görə dəyişən 3 kəmiyyət var idi. Rəqsin koordinatı, yəni yer dəyişməsi, rəqsin sürəti və təcil. Bu 3 kəmiyyət zamana görə sinus və kosinus qanunları ilə dəyişir. İndi bunlardan hansı var bizdə? Maddi nöqtənin yer dəyişməsi. Tezlik dəyişmir, amplitud dəyişmir, period, tam enerji bunlar dəyişmirlər. Harmonik mexaniki rəqslərdə zamana görə dəyişən kəmiyyət hansıdır? Yenə də o 3 kəmiyyətdən biri olmalıdır. Bu da hansıdır? Maddi nöqtənin sürəti. Cavab olmalıdır C variantı. 16-cı sual. Harmonik mexaniki rəqs zamanı kosinus və sinus qanunu ilə dəyişən kəmiyyətlər hansılardır? Dedik yer dəyişmə, sürət və təcil. A variantı olmalıdır. Sonra 17-ci sual. Harmonik mexaniki rəqs zamanı sinus və kosinus qanunu ilə dəyişən kəmiyyətlər hansılardır? Yenə də yer dəyişmə, sürət və təcil. Hansı variantda var? C variantı yer dəyişmə və təcil. 18-ci sual. Sərbəst harmonik rəqs edən maddi nöqtənin maksimal təcili
hansı ifadə ilə təyin olunur? Təcilin maksimal qiyməti variantlara fikir versək, hamısının tezlikdən asılı olan düsturunu bizdən istəyir. Təcilin maksimalının tezlikdən asılı düsturu 4pi kvadrat nu kvadrat xm. Yəni olacaq cavabımız E variantı. Sərbəst harmonik rəqs edən maddi nöqtənin maksimal təcili hansı ifadə ilə təyin olunur? Maksimal təcil hansı ifadə ilə təyin olunur? Burada cavabımız C variantıdır. Yəni təcilin maksimum bərabərdir omega kvadratı x düsturunu bizdən istəyib burada. Digər variantları uyğun gəlmir heç biri təcil üçün. Sonra 20-ci sual. Düz xətt üzrə nu tezliyi ilə harmonik rəqsi hərəkətdə maddi nöqtə tam sayda rəqslərə sərf olunan tez zamanı ərzində S yolu qət edərsə, rəqsin amplitudu hansı ifadə ilə təyin olunur? Biz öyrənmişdik ki, rəqsi hərəkətdə rəqqas bir tam dövr ərzində nə qədər yol gedirdi? 4 amplitud qədər yol gedirdi. Deyək ki, bu bizim riyazi rəqqas olsun. Kənar nöqtələrini də göstərək burada, kənar vəziyyətlərində. İndi deyək ki, rəqqasın hərəkəti tarazlıq vəziyyətindən başlasın. Rəqqasın hərəkətinə tarazlıq vəziyyətindən başlayar. İndi görək, bir tam rəqsdə rəqqas nə qədər yol gedir? Deyək ki, tarazlıq vəziyyətindən rəqsi hərəkət başladı, gəldi kənar nöqtəyə 1 amplitud, qayıtdı tarazlıq nöqtəsinə 2 amplitud, keçdi digər kənar nöqtəyə 3 amplitud, qayıtdı yenə tarazlıq nöqtəsinə 4 amplitud. Deməli, yadda saxlayırıq ki, rəqsi hərəkət zamanı cisim 4 amplitud qədər yol gedir bir tam rəqsdə. Yox, əgər bizim rəqqas n sayda rəqs edəcəksə, onda getdiyi yolu tapmaq üçün bir tam dövr ərzində gedilən yolu, yəni 4A-nı vurmalıyıq rəqslərin sayına. İndi biz bu ifadəni tezliklə, S-in asıllığını tezlikdən olaraq yazmalıyıq. Tezliyin də düsturu bizdə necədir? Nu bərabərdir, m bölək t-dir. Buradan rəqslərin sayını tapsaq, nu bərabər, m bərabərdir, nu t alırıq. İndi n-in bu ifadəsini gətirib yol düsturunda nəzərə alsaq, onda S bərabərdir 4A, n-in yerinə yazarıq nu t. 4A nu t. Bax, yol düsturunu biz tezliklə ifadə elədik. İndi bizdə məsələdən rəqsin amplitudu hansı ifadə ilə təyin olunur deyir. Onda buradan amplitudu tapsaq, A bərabərdir S bölək 4 nu t. S bölək 4 nu t. Yəni cavabımız olmalıdır D variantı. 21-ci suala baxırıq. Düz xətt üzrə xm amplitudlu harmonik rəqsi hərəkətdə olan maddi nöqtə tam sayda rəqslərə sərf olunan t zamanı ərzində S yolu qət edərsə, rəqsin periodunu bizdən istəyir. Yenə də indi yol düsturu bizdə necə idi? 4A tezlikdən asılı olan düsturunu yazıram. 4A nu t. Bu da bərabərdir. İndi bunu periodla ifadə eləmək istəsək, bilirik ki, tezliyin tərs qiyməti nəyə bərabərdir? Perioda bərabərdir. Yəni, tezliyin yerinə 1 bölünsün t nisbətini nəzərə alsaq, onda düsturumuz olacaq 4AT bölək böyük t. Bu şəkildə olacaq. Bizdən də məsələdə rəqsin periodunu istədi. Buradan periodu tapsaq, t bərabərdir 4AT bölək s. Onda ifadəmiz bu şəkildə olacaq. 4AT bölək s. İndi mən burada amplitudu böyük A ilə yazdım, amma bizim testlərdə XM ilə yazılıb. Yəni, hər ikisindən göstərmək olacaq. 4AT bölək s hansı variant uyğundur? D variantı uyğundur. Sonra 22-ci sualda riyazi rəqqasın rəqs tezliyinin vahidi hansıdır? Tezliyin vahidi həmişə dedik ki, 1 bölünsün saniyəyə bərabərdir. Bu da BC-də adı hertz. Yəni, bir tezliyin vahidi bir hertz qəbul olunur. Fərqi yoxdur. Riyazi rəqqas ya da yaylı rəqqas tezliyin vahidi hertzdir. Sonra 23-cü sual. Riyazi rəqqasın rəqs periodu vahidi hansıdır? Period vahidi həmişə saniyədir. Sərbəst harmonik rəqs edən cismin koordinatının zamandan asıllıq qrafiki hansıdır? Sərbəst harmonik rəqs edən cismin koordinatının zamandan asıllığı cavab D variantında, yəni koordinat zamana görə dəyişmir. Əgər sönən rəqsləri istəsəydi burada, yəni zaman keçdikcə koordinatı azalan olardı, yəni B variantı. 25-ci sualda sərbəst harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asıllıq qrafiki yenə də D variantını seçəcək. Yəni həm koordinat, yer dəyişmə, həm sürət, həm təcil rəqsləri zamana görə sinus və kosinus qanunu ilə rəqs edir harmonik rəqslərdə. Sərbəst harmonik rəqs edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki yenə də cavabımız C variantı uyğundur.
Baxırıq 27 nömrəli suala. Harmoni rəqslərin tezliyini zamandan asılı qrafiki. Harmoni rəqslərin nə tezliyi, bir də harmoni rəqslərin nə periodu, bunların heç biri zamandan asılı deyil. Yəni 27-də cavabımız B variantı, 28-də cavabımız Y variantı olmalı idi. 29-cu sual. Hansı tənlik qrafiki verilmiş rəqsi hərəkətə uyğundur? İndi qrafikdən biz nə görürük? Rəqsin amplitudunun, yəni x-in bərabərdir 0,3 olduğunu deyə bilərik. Yəni koordinat qrafikin üzərində ən böyük qiymət 0,3-ə bərabərdir. Və rəqsin periodunun da burada 4 saniyəyə bərabər olduğunu deyə bilərik. Burada 1 düşüb, bu 1 yox 10 olmalıdır. Rəqsin periodu da burada 2 yarım period, burada yəni bir tam rəqs burada tanımlanır. Rəqsin periodu nəyə bərabərdir? 4 saniyəyə bərabərdir. Onda biz tənlik yazmaq üçün omeqanın qiymətini tapmalıyıq. Omega da bərabərdir 2pi bölək t-dən. İndi period bizdə 4-dür. Yerinə yazdıq 2pi bölək 4, alırıq pi bölək 2. Omeqanın da qiyməti pi bölünsün 2-yə bərabərdir. İndi qrafik koordinat başlanğıcından başlayıb, onda bu sinus funksiyasıdır. Yəni sinus qanunla dəyişir. Onda tənliyimiz necə olacaq? X bərabərdir. Amplitud dedik ki 0,3-dür. Qrafikdən görürük. 0,3 sinus omega t. Omega'dan necə tapdıq? Pi bölü 2. Yerinə yazırıq. Pi bölü 2 vuraq t. Yəni 0,3 sinus pi bölü 2 vuraq t. Yəni doğru cavabımız olmalıdır Y variantı. 30-cu sual. X bərabərdir 0,6 sinus 50 pi t qanunu ilə harmonik rəqs edən maddi nöqtənin rəqs tezliyini bizdən istəyir. Rəqs tezliyini tapmaq üçün omeqanın bərabərdir 2 pi nü düsturundan istifadə edə bilərik. Çünki omega bizdə var. Nə qədərdir? 50 pidir omeqanın qiyməti. O da tezliyi buradan tapsaq nü bərabərdir omega bölək 2 pi. Omeqanın qiyməti nə qədərdir bizdə? 50 pi bölək 2 pi. Buradan da alırıq omega üçün, daha doğrusu tezlik üçün 25. Doğru cavabımız olmalıdır D variantı 25. 31 nömrəli sual. Rəqs edən maddi nöqtənin koordinatının zamandan asılı qrafik verilmişdir. Maddi nöqtə nə qədər müddətə 2 metr yol gedər? Nə qədər müddətə? Yəni bizdən zamanı istəyir. Zamanı istəyir. İndi bizdə qrafik üzərində nə məlumdur? Amplitud qiyməti məlumdur. Rəqsin amplitudu 0,4 metrdir. Bunu bilirik. Rəqsin periodu məlumdur. Nə qədərdir? 8. Periodun qiyməti 8-dir. Bunu bilirik. İndi yol da bizə 2 metrdir. Bizdən zamanı istəyir. Onda bayaqları da yolun perioddan asılı düsturunu çıxartdıq. İfadəmiz necə idi? 4 a t bölək t. Yəni yolun perioddan asılı düsturu bu şəkildə idi. İndi buradan zamanı tapmaq istəsək t bərabərdir olacaq st bölünsün 4a. Da bərabərdir s yolun qiyməti bizə 2 metr verilib. Vuraq perioda 8-dir. Qrafikin üzərində verilib. Bölək 4a. 4 vuraq amplitud da nə qədər idi bizdə? 0,4. 0,4. Burada 4 ilə 8-i xısar aparsaq, burada 2 qalacaq. 2 dəfə 2, 4. 4-ü 0,4-ə böləndə 40 bölünsün 4-dən eləyəcək 10 saniyə. Və sualımız cavabı olmalıdır 10 saniyə. Baxırıq 32 nömrəli suala. Harmonik rəqsin fazasının zamandan asılı qrafikinə əsasən rəqsin tezliyini bizdən istəyir. İlk öncə biz dövrü tezliyi tapmaq istəsək, omega bərabərdir delta fi bölək t düsturuna görə rəqsin fazası əvvəl nə qədər olub? 150. 0,2 saniyədən sonra olub 450. Nə qədər dəyişib? 300 radian qədər artıb. 300 radianı bölməliyik 0,2-yə. İndi buradan demək omeganın qiyməti nə qədər elədi bizdən? 300 böl 0,2 30.000 böl 2 deməkdir. Bu da 15.000. 15.000 radian elədi. Radian bölək saniyə. Elədi. Dövrü tezliyin qiyməti. İndi bizdən rəqsin tezliyini istəyir. Onda omeganın tezlikdən asılı düsturu 2 pi-ni buradan nü-nü tapsaq omega bölək 2 pi. Bu da bərabərdir. Omeganın qiymətini 15.000 tapmışdıq. Bölək 2 pi. 2 vuraq. Pi-nin də qiyməti 3. 2 dəfə 3 6. 15.000-i də 6-ya böləndə 2, 5, 2500 Hz. Və cavabımız olmalıdır 2500 Hz. Kilohertzlə istəyir bizdən, onda 1000-ə bölməliyik, cavabımız olacaq 2,5 kilohertz. 33 nömrəli sual. X bərabərdir 0,1 sinus omega t qanunu ilə rəqs edən cismin təcilinin maksimal qiyməti
16 metr bölü saniyə kvadrat olarsa rəqs tezliyini bizdən istəyir. Amplitud qiyməti var bizdə 0,1, təcilin maksimalı var bizdə 16-dır, bizdən tezliyi istəyir. Onda biz hansı düsturla yazaq? Təcilin maksimalı bərabərdir 4pi kvadrat nü kvadrat xm. İndi bizdən istədiyi tezlikdir. İlk öncə tezlik kvadratını tapaq düsturdan olacaq a bölünsün 4pi kvadrat xm. Bu da bərabərdir. A-nın qiyməti 16 bölək 4pi kvadrat. Pi kvadratını 10 verir. 4 dəfə 10 40 vuraq. xm amplitud 0,1. Amplitudun qiyməti oldu 0,1. İndi buradan hesablasaq nü kvadrat bərabərdir. 40-ı 0,1-ə vuranda 4, 16-nı 4-ə vuranda 4. Kök dağılsaq tezliyin qiyməti tapacağıq 2. Onda cavabımız olmalıdır 2 Hz. A variantı. 34-cü sual. Rəqs edən maddi nöqtənin sürəti V bərabərdir 10 kosinus 5t qanunu ilə dəyişir. Onda təcilin maksimal qiymətini bizdən istəyir. Sürət təminin yazılışı necədir bizdə? V bərabərdir Vm kosinus omega t. Yəni qarşıda duran rəqəm kosinusun əmsalı sürətin maksimalıdır. Sürətin maksimalı bizdən neçədir? 10-dur. Omeganın qiyməti nə qədərdir? 5-dir. İndi bizdən təcilin maksimalını istəyir. A bərabərdir omega V düsturuna görə hesablayırıq 5 vuraq 10-dan cavabımız eləməlidir 50. Yəni Y variantı. 35-ci sual. Harmoni rəqs edən maddi nöqtənin koordinatı x bərabərdir 1,2 sinus 5t qanunu ilə dəyişir. Onun təcilinin amplitud qiymətini bizdən istəyir. Yenə diqqət eləsək məsələdə bizə amplitudun qiyməti verilib bizə nə qədərdir? 1,2 verilib bizə amplitud qiyməti. Omeganın da qiyməti var, nə qədərdir? 5. İndi bizdən təcilin maksimal qiymətini istəyir. Onda təcilin amplitud qiyməti üçün A bərabərdir omega kvadratı vuraq xm düsturundan. Omeganın qiyməti 25 vuraq xm 1,2. Bu da bərabərdir 25-i 1,2-yə vurmalıyıq. Onda 12, 2, 5, 6, 30 eləməlidir səhv eləmirəmsə. Təcili maksimal qiyməti alınacaq burada 30 metr bölünsün saniyə kvadrat. Yəni Y variantı. 36-cı sual. Harmoni rəqs edən maddi nöqtənin təcili A bərabərdir 0,8 kosinus 2t qanunu ilə dəyişir. Rəqsin amplitudunu bizdən istəyir. Təcilin təhlili necə idi? A bərabərdir A-nın maksimal qiyməti vuraq kosinus omega t. Yenə də kosinusun əmsalı qarşıda duran rəqəm bizə təcili maksimalıdır. A maksimum bərabərdir 0,8. Omeganın qiyməti 2-dir. Bizdən amplitudu istəyir. Onda təcili maksimalı bərabərdir. Omega vuraq, daha doğrusu omega kvadratı vuraq xm. Bu düsturdan istifadə etməliyik. Buradan xm-i tapsaq, A-nı bölməliyik omega kvadratına. Bu da nə qədər eləyəcək? A-nın qiyməti bizdə 0,8 bölək omega kvadrat. Omega 2 idi, kvadratı 4. Nisbəti tapırıq, cavabımız eləyəcək 0,2 metr. Olacaq amplitudun qiyməti. Yəni cavabımız olmalıdır C variantı. 37 nömrəli suala baxırıq. Maddi nöqtənin rəqsi x bərabərdir 0,5 kosinus 10t qanunu ilə baş verir. Onun sürətinin maksimal qiymətini bizdən istəyir. Sürətin maksimal qiymətini bizdən istəyir. İndi bu tərəfi təmizləyək. Burada yazarıq üstündə. Demək, amplitud qiymətini görürük nə qədərdir? A bərabərdir 0,5-dir. Omeganın qiymətini bizə 10 verib. Omega bərabərdir 10-dur. Bizdən sürətin maksimalını istəyir. Onda sürətin maksimalı bərabərdir omega vuraq amplitud. Bu ifadəyə görə omega 10 vuraq amplitud 0,5. Onun da 5-ə hasili 0,5-ə vururuq. Cavab alacaq 5 metr bölü saniyə. Yəni təcili qiyməti 5 metr bölü saniyə olmalıdır. Sürəti maksimal qiyməti. Sonra 38-ci sual. Maddi nöqtənin rəqsi x bərabərdir 2 sinus 5 pi t qanunu ilə baş verir. Rəqsin periodunu bizdən istəyir. Amplitud qiyməti var bizdə nə qədərdir? Rəqsin amplitudu 2. Omeganın qiyməti 5 pidir. Bizdən də periodu istəyir. Burada amplitud bizə lazım deyil. Period tapmaq üçün sadəcə dövrü tezliyin düsturundan istifadə etmək kifayətdir. Omega bərabərdir 2 pi bölək t-dən. Buradan t-ni tapsaq 2 pi-ni bölməliyik omegaya. 2 pi bölək omeganın qiyməti nə qədər edir? 5 pi.
Pi'lər getdik sonra 2-ni 5'e bölürük. Cavabımız eləyəcək 0,4. Yəni cavabımız olmalıdır C variantı. Sonra baxırıq 39 nömrəli suallar. Rəqs edən maddi nöqtənin sürətinin və təcilinin amplitud qiymətləri bizə verilib. Lövhəni açaq burada. Sürəti və təcilin amplitud qiymətlərini bizə verib. Sürətin amplitud qiyməti V max bərabərdir 2,5. Təcilin amplitud qiyməti A bərabərdir 30. Bizdən rəqs tezliyini hesablamamızı istəyir. Nü bərabərdir sual işarəsi. İndi biz təcilin maksimal qiyməti üçün həm sürət, həm tezlikdən asılı düsturumuz var idi bizim. Təcilin maksimalı bərabərdir 2 pi nü v max. Yəni belə bir düsturumuz var idi bizim. Təcilin həm sürətdən, həm tezlikdən asılılığı. İndi buradan tezliyi tapsaq nü bərabərdir olacaq A-nın maksimalı bölünsün 2 pi v-nin maksimalı. Bu da bərabərdir. Təcilin maksimalı bizdə 30'dur. Bölək 2 vuraq p-nin qiyməti 3'dür. Sürətin də maksimalı 2,5'dir. 2'ni 2,5'e vuranda elədi 5, 5 dəfə 3, 15, 30'u da 15'e vuranda eləyəcək 2. Onda burada cavabımız olmalıdır 2 Hz. Yəni tezlik olacaq 2 Hz. 40 nömrəli sual. Rəqs edən maddi nöqtənin sürətinin və təcilinin maksimum qiymətləri uyğun olaraq. Yenə də sürətin maksimal qiymətini bizə 2 metr/saniyə verib, təcilin maksimal qiyməti 24'dür. Bizdən rəqsin periodunu istəyir. Onda təcilin maksimalı üçün A bərabərdir 4 pi kvadrat, yox daha doğrusu üzrə bu digər düsturuna getməliyik burada. A bərabərdir 2 pi v maksimum bölünsün t. Yəni təcilin sürət və perioddan asılı olan düsturundan istifadə etməliydim. Rəqsin periodu buradan t bərabərdir 2 pi v maksimum bölünsün A. Bu da bərabərdir qiymətləri yerinə qoyuruq. 2 vuraq 3 vuraq sürəti maksimalı 2 bölək təcili maksimalı 24. Buradan alırıq 2 dəfə 2 4, 3'ə vuranda 12, 2-də 1. Yəni 0,5 saniyə olmalıdır bizim cavabımız. 0,5 saniyə. Yəni D variantı. Sonra baxırıq 41 nömrəli suala. Rəqs periodu 0,5 saniyə olan rəqqas 5 saniyə ərzində nə qədər yol gedər? Periodu bizə 0,5 verib, 5 saniyə ərzində deyir, zamanımız da 5 deyil, bizdən yolu istəyir. Biz artıq öyrəndik ki, yol düsturlarını həm perioddan, həm tezlikdən asılı düsturlarını ifadə elədik. Biz 4AT bölək böyükdür. Yəni yolun perioddan asılı düsturu buydu. Bu da bərabərdir 4A, zamanımız 5, periyod da nə qədərdir? 0,5. O 5-dən 0,5'i xısar eləsək 0,1 qalacaq. O da 40A edir. Yəni əgər periyod 0,5, zaman 5 veribsə, onda bu rəqqas 5 saniyə ərzində 40 amplitud qədər yol gedəcək. Yəni Y variantı olmalıdır cavabımız. Sonra o 42-ci sualda 10 saniyə ərzində 80 amplitud qədər yol gedən rəqqasın periyodunu bizdən istəyir. Yolu bizə 80 amplitud qədər verib, zamanı 10 saniyə bizdən periodu istəyir. Yenə də düsturumuz necə idi? S bərabərdir 4AT bölək T-dən periodu tapsaq olacaq 4AT bölək S. Bu da bərabərdir 4A vuraq. Zaman nə qədər idi bizdə? 10 bölək S-i də 80 amplitud verib. Belə. Bunlar ixtisar getdik. 40, 2-də 1 eləyəcək cavabımız 0,5. Yəni Y variantı olmalı idi. Sonra baxırıq 43 nömrəli suala. Harmoni rəqs edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bizdən rəqsin amplitudunu istəyir. Sürət zaman qrafikində yadda saxlayırıq. Sürət oxun üzərində olan qiymətin maksimumu. Yəni bu olacaq sürətin maksimalını. Yəni bizdə sürətin maksimal qiyməti nə qədərdir? 6 metr/saniyədir. Rəqsin periodu yəni də bir tam rəqs harda tamamlanır? Burada. Yəni 4 isə 4 dilim götürür. Sonuncusu 0,4-də tamamlanır. Demək rəqsin periodu bizdə 0,4'dür və bizə sual verir ki, rəqsin amplitudunu tapın. Onda biz sürətin perioddan asılı düsturu V bərabərdir 2 pi xm bölək period t. İndi buradan amplitudu tapsa xm bərabərdir sürətin maksimalı t bölünsün 2 pi. Qiymətləri yerinə yazırıq. Sürətin maksimalı 6 vuraq periodun qiyməti 0,4 bölək 2 pi. 2 vuraq 3.
Burada 6 ilə bu 2 dəfə 3 6 eləyir. Buradan da qaldı 0,4 metr və yaxud da 40 santimetr. 40 santimetr. Deməli, bu məsələdə cavabımız olmalıdır 40 santimetr. Sonra 44 nömrəli məsələ. Sərtliyi 50 Nm/m olan yaya bağlanmış cisim F bərabərdir 5 kosinus 2 pi t qanunu ilə rəqs edir. Cismin tam enerjisini bizdən istəyir. Qüvvət əlliyi də bizdə F bərabərdir F maksimum kosinus 2 pi t, yəni ümumi yazsaq kosinus omega t. Bu şəkildədir. Yəni də kosinusun əmsalı qarşıda duran rəqəm qüvvənin maksimaldır bizdə. Onun qiyməti nə qədərdir? 5 Newtondur. Yəni qeyd edirik. Qüvvənin maksimalı 5 Newton. Məsələdə yayın sərtliyini bizə verib 50 Newton bölünsün metr. Burada bucaq dövrü tezliyi də verib. Biz ona ehtiyac yoxdur. Bizdən rəqsin tam enerjisini istəyir. Onda biz tam enerji üçün tam bərabərdir potensial enerjinin maksimal qiymətindən istifadə edə bilərik. Yayın potensial enerjisinin maksimal qiymətindən. O da bərabərdir F kvadratı bölək 2K düsturuna görə, yəni potensialın maksimalı F kvadrat bölünsün 2K. Digər ifadələrimiz də var idi. Kx kvadrat bölünsün 2 var idi. Fx bölünsün 2 var idi. İndi bizdə sərtlik və qüvvə olduğu üçün bu ifadəni yazırıq. F'imiz nə qədərdir? 5 kvadratı 25 bölək 2K. K da 50'dir. 2 vuraq 50. Bu elədir 4'də 1, yəni 0,25 joule bərabər olacaq. Rəqsin tam enerjisi 0,25 joule. B variantı. Sonra baxırıq 45 nömrəli suala. Harmonik rəqs edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Cismin təcilinin amplitude qiymətini bizdən istəyir. Yəni qrafik üzərində nə görürük? Sürət zaman qrafiki var. Sürət oxun üzərində qalan ən böyük rəqəm sürəti maksimaldır. Sürəti maksimal 4'ə bərabərdir. Periodun qiyməti bir tam dövrün tamamlandığı yerdə period 0,4'dür. Bizdən təcilin amplitude qiymətini istəyir. Onda təcilin qiyməti bərabərdir 4, daha doğrusu 2 pi və sürəti maksimalı bölək t. 2 pi və bölək t düsturuna görə təcili tapa biləcək. 2 vuraq pi 3, v-nin qiyməti 4, bölək period da 0,4. 4 ilə 0,4 getdi, burada qalacaq 0,1, 3 dəfə 2, 6, 0,1'ə böləndə cavabımız eləməlidir 60. Yəni 45'də cavabımız olmalıdır 60 C variantı. 46-cı suala baxaq. Harmoni rəqs edən cismin koordinatından zamandan asılı qrafiki verilmişdir. Təcilin amplitude qiymətini bizdən istəyir. İndi bu məsələdə bizə koordinat zaman qrafiki verilib. Koordinat oxunun üzərində olan ən böyük rəqəm bizə amplitudu verilib. Özü də diqqət eləsək, burada məsafə nə verilib? Santimetrlə verilib. Yəni amplitudun qiyməti 16 santimetrdir. XM ilə yazaq çaşmıyor. XM 16 santimetrdir. Metrlə ifadə eləsək 0,16 metrə bərabərdir. Rəqsin periodu, yəni də bir tam rəqsin tamamlandığı hissə haradır? Bu nöqtədə rəqsin periodu 0,4'dür. T bərabərdir 0,4. Bizdən nə istəyir? Təcilin amplitude qiymətini. Onda biz təcilin yerdəyişmədən və perioddan asılı düsturu, yəni 4 pi kvadrat xm bölək t kvadrat ifadəsindən istifadə etməliyik. 4 vuraq pi kvadratının qiyməti. İndi burada pi-ni 3 verir, bunda onun kvadratı olacaq 9. Vuraq xm 0,16 bölək periyodda 0,4'dür, onun kvadratı eləcək 0,16. İxtisarlarımızı apardıq, 4,9, 36 olmalıdır. Onda cavabımız D variantı. Baxırıq 47 nömrəli suala. Harmoni rəqs edən 200 qram kütləli cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilib. Cismin tam enerjisini bizdən istəyir. Bizə məsələdə cismin kütləsini 200 qram, yəni 0,2 kiloqram verib. Qrafik üzərindən bizə nə məlumdur? Təcilin zamandan asılı qrafiki var. Təcil oxun üzərində olan ən böyük qiymət təcili maksimal qiymətidir. Təcili maksimal qiyməti bizdə 60 metr bölü saniyə kvadratına bərabərdir. Sonra qrafik üzərindən periodu götürsək, yəni də bir tam rəqsin tamamlandığı nöqtə 0,4, A bərabərdir 0,4. Bizdən tam enerjini istəyir. İndi kütlə var deyənə, biz burada tam enerji üçün kinetik enerjinin maksimal qiymətindən istifadə edə bilərik. Yəni kinetik enerji, tam enerji bərabərdir kinetik enerjinin maksimal qiyməti. Bu da bərabərdir m və maksimum kvadrat bölünsün 2. Yəni bu ifadəni tam enerjini tapa bilərik. Bunun üçün ilk növbədə gəlib birinci cismin sürətini biz tapaq. Sürəti də təcil var, period var. Onda A bərabərdir 2 pi v bölək t düsturundan yazsaq. V üçün burada alarıq v bərabərdir AT bölək 2 pi.
Bu da bərabərdir. A-nın qiyməti nə qədərdir bizdə? 60 vuraq period 0,4 bölünsün 2pi 2 vuraq 3. Burada sıfırlar tamı aparsın. 6 bölü 4 24. 6'ya böldük 4 metr bölünsün saniyə. Deməli biz sürəti aldıq 4 metr bölü saniyə gətirib enerji üstünə yerinə qoysaq, onda cismin kütləsi 0,2 vuraq. Sürəti maksimalı üçün aldıq 4 metr bölü saniyə, onun kvadratı 16 bölək 2. Buradan da alırıq 1,6 joule. Yəni rəqsin tam enerjisi bizdə olacaq burada 1,6 joule. Y variantı olmalıydı. Sonra baxırıq 48 nömrəli suala. Harmoni rəqs edən 100 qram kütləli cismin sürətinin proyeksiyasını zamana asılı qrafik verilmişdir. Cismə təsir edən maksimal qüvvəni istəyir bizdən. Burada məsələdə yenə də bizə nələr verilib? Cismin kütləsini 100 qram verib, onu kiloqramla yazsaq 0,1 kiloqram. Qrafik üzərində sürət zaman qrafik verilib. Sürət oxunun üzərində olan qiymətin sürətin maksimal olduğunu bilirik artıq və maksimum bərabərdir 4. Və bir də period rəqsin tamamlandığı nöqtə buradır. Ona uyğun zamanda 4-dür. T bərabərdir 0,4 saniyə. 0,4 saniyə. İndi bizdən qüvvənin maksimal qiymətini istəyir. Yenə də qüvvəni tapmaq üçün kütləni təcillə vurmalıyıq. Kütlə var. Bu dəfə təcilimiz yoxdur. O təcili onda A max bərabərdir. 2 pi v max bölünsün T düsturundan tabilərik. O da bərabərdir 2 vuraq pi-nin yerinə 6 vuraq v-nin qiyməti 4 bölək period da 0,4. 4-də ixtisar getdik burada 0,1, 2 dəfə 3, 2 dəfə 6, 12, 0,1-ə böləndə eləyəcək 120. Təcilin qiymətini tapdıq 120. Gətirib yuxarıda yerinə qoysaq, kütlə 0,1 vuraq, təcil 120, cavabımız eləyəcək 12 Newton, yəni cavabımız eləməlidir 12 Newton. Biz hansı məsələyə baxdıq? 48-ci məsələyə. Yəqin hardasa səhvlik eləmişik burada. Yenidən baxırıq. Sürətin qiyməti 4-dür, periodun qiyməti 0,4-dür. Bunlar düz yazmışıq. Kütləndə 100 qramdır, 0,1 kiloqram. Bunlar düzdür. Qüvvənin maksimal F bərabərdir MA. A-nın düsturu A bərabərdir 2 pi v bölək T. 2 vuraq, burada səhv yazmışam. Pi-nin yerinə 3 yazmalıyıq. Bizdə pi 3 daxil burada. Pi-nin yerinə 3 vuraq. V-nin qiyməti 4-dür. Bölünsün period da 0,1-dir. Aydındır. Deməli, burada cavabımız nə olmalıdır sürət üçün? 2 dəfə 3, 6, 60. 60. Təcil qiymətini aldıq 60. Onda yuxarıda da A-nın yerinə 60 yazmalıyıq. 120 yox, 60 yazmalıyıq. Təcilin qiyməti. Bu da vurulanda neçə elədi? 6 Newton. Məsələnin cavabı olmalıydı 6 Newton. Belə cavabımız varmı? Bəli, D variantı olmalıydı. Sonra baxırıq 49 nömrəli suala. 49 nömrəli sualda harmoni rəqs edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Rəqsin amplitudunu bizdən istəyir. Yəni, şəkilə qrafikə diqqət edək. Təcil zaman qrafik verilib. Təcil oxu üzərində olan maksimum qiymət 36. Bu təcili maksimal qiymətidir. Təcili maksimal qiyməti 36. Sonra qrafik üzərinə period da götürə bilərik. Rəqsin tamamlandığı nöqtə burada. Ona uyğun zaman 0,4 bu perioddur bizdə. Bizdən rəqsin amplitudunu istədi. Yəni XM istədi. Bərabərdir sual. Onda düsturumuz təcilin perioddan və amplituddan asılı düsturunu yazsaq, A bərabərdir 4 pi kvadrat amplitud bölək periodun kvadratı. Buradan XM-i tapsaq, olacaq A t kvadrat bölünsün 4 pi-nin kvadratı. Bu da bərabərdir. A-nın qiyməti 36 vuraq, period 0,4 kvadratı 0,16 bölək 4 vuraq pi kvadratı. Pi-nin 3 kvadratı 9. 4 dəfə 9, 36, yuxarıdakı 36-nı ixtisar gedəcək. Cavabımız qalacaq 0,16. Metr, santimetrlə istəyir bizdən cavabı olacaq 16 santimetr. Yəni cavabımız olmalıdır A variantı. Baxırıq 50 nömrəli suala. Rəqs edən cismin sürətinin amplitud qiymətinin rəqs tezliyindən asıllığını bizdən istəyir. Amplitud məsafəsi özü sabitdir. Onda biz yazmalıyıq sürət üçün V max bərabərdir 2 pi nu
amplitud. Bax, bu düsturdan istifadə etmək nəyə görə? Çünki bizdən sürətin tezlikdən asılılığını istəyir, amplitudun da qiymətini sabit verir. İndi x sabitdirsə, onda sürət tezlikdən necə asılıdır? Düz mütənasib asılıdır. Yəni cavabımız olmalıdır C variantı. 51 nömrəli sual. Harmonik rəqs edən maddi nöqtənin rəqs periodunu 3 dəfə artırdıqda tam mexaniki enerjisi necə dəyişir? Rəqsin periodunu 3 dəfə artırır və rəqsin amplitudunun da sabit olduğunu deyir. Periodu 3 dəfə artırırsa, onda burada rəqsin sürəti dəyişə bilər. Amplitud məsafəsi sabitdir. Sürət dəyişə bilər. İndi sürət də dəyişsə, deməli biz burada baxmalıyıq kinetik enerjinin maksimal qiymətinə işləməliyik də bunu. Tam mexaniki enerji bilirik də, kinetik enerjinin maksimal qiymətinə də bərabər ola bilər. Bu da bərabərdir mv kvadrat bölə 2. İndi burada periodla asılılığı yazmaq istəsək, sürətin yerinə v bərabərdir 2pi amplitud xm bölünsün t. Bu ifadəni gətirib sürətin yerinə nəzərə alsaq, onda nə alırıq? M vuraq, v-ni yerinə bu ifadəni yazsaq, birbaşa kvadrata yüksəldirəm, olacaq 4pi kvadrat xm amplitud kvadrat bölünsün, məxrəcdə 2 vuraq t-nin kvadratı. Bax, bu şəkildə. İndi bizdə cismin kütləsi sabit, amplitud məsafəsi sabit verib bizə. Periodu 3 dəfə artıranda deyil. Periodu 3 dəfə artırmaq kvadrat olduğu üçün bunun 9 dəfə artması deməkdir. T kvadratın 9 olması deməkdir. Yəni period T kvadrat 9 dəfə artırsa, onda tam mexaniki enerji nə etməlidir? 9 dəfə azalmalıdır. Yəni cavabımız olacaq B variantı. Çünki tam enerji perioddan kvadratik tərs asılıdır. 52-ci suala baxırıq. Harmonik rəqs edən 200 qram kütləli cismi sürətinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir. Cismə təsir edən maksimal qüvvəni istəyir yenə də. Məsələ üzərində bizə nə verilib? Cismin kütləsini 200 qram, yəni 0,2 kiloqram verib. Qrafik üzərində sürətin maksimalı var bizdə. Nə qədərdir? 3 metr bölünsün saniyə və bərabərdir 3 metr bölü saniyə. Yəni də qrafik üzərindən periodu götürə bilərik. Bir tam rəqsin tamamlandığı nöqtə 4 dilim 0,4 saniyədir period. 0,4 saniyədir. Bizdən qüvvənin maksimalını istədi. Qüvvə düsturu bizdə F bərabərdir MA, bu da bərabərdir. A-nı yerinə yazarıq. 2pi bölü t. Yəni A-nı tapmaq üçün sürətimiz və periodumuz var. 2pi bölü t. Bu ifadə ilə işləyərik. M-in qiyməti 0,2 vuraq. 2, pi-nin qiyməti 3, v-nin qiyməti 3 bölü t-nin də qiyməti 0,4. İndi bu 2, 0,2, 2 ədədi 0,4, aşağıdakı 0,4 ilə ixtisara getdi. Onda cavabımız qalacaq 3 bölü 9 Newton. Yəni cavabımız olmalıdır A variantı 9 Newton. Baxırıq 53 nömrəli suala. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. Rəqs edən cismin impulsunun zamandan asılı qrafikini bizdən istəyir. Biz bilirik ki, impuls P bərabərdir mv düsturuna görə hesablanır. Yəni cisim kütləsi sabitdir, onda impuls sürətdən düz mütənasib asılı olan kəmiyyətdir. Və hər ikisi vektoral kəmiyyət olduğu üçün, yəni sürətin proyeksiyası necə dəyişirsə, impuls da eyni həmin qaydada dəyişir. Yəni biz buradan nə başa düşməliyik? Əgər koordinat zamana görə kosinus qanununa dəyişdiyi üçün, onda impulsun da zamandan asılılığı kosinus qanununa dəyişəcək. Yəni koordinatın yox, daha doğrusu, üzr istəyirəm, mən tərs dedim. Impuls sürətdən asılı kəmiyyətdir, amma bizdən koordinatın zamandan asılılıq qrafikini verib. Koordinat zamana görə kosinus qanununa dəyişirsə, onda impuls zamana görə sinus qanununa dəyişməlidir. Çünki sürət koordinatın birinci tərtib törəməsinə bərabərdir. İndi x-in t-dən asılı qrafiki kosinus qanununa dəyişir. Qrafiki çəkək buradan. Kosinus qanununa dəyişir. Bu şəkildədirsə, onda sürət qrafiki necə olmalıdır? Sürət qrafiki sinus qanununa dəyişməlidir. Yəni, koordinatın maksimum olduğu yerdə sürətin qiyməti minimum olmalıdır. Həm də koordinat qrafikindən sürət qrafikinə keçid eləmək üçün koordinat oxunu sağa doğru bir dilim, yəni bir hissə çəkməliyik. Elə bir sanki koordinat oxunu sağa doğru 4/1 qədər, yəni pi bölü 2 qədər bir dilim çəksək, yəni koordinat oxu gəlib hara düşəcək? Bura. Onda bu sürət qrafikini verəcək də, bundan bu yana qalan, sağ tərəfə qalan hissə. Onda sürətin qrafiki hansı şəkildə olmalıdır? Baxın, bu şəkildə olmalıdır. Sürətin zamandan asılılığı bu şəkildə olmalıdır. İndi sürət zamandan asılı olaraq sinus qanunu dəyişdiyi üçün, indi P bərabərdir mv düsturuna görə deyərik ki, P-də v-dən düz mütənasib asılıdır. Yəni, sürət necə dəyişirsə, impuls da eyni həmin qanunla dəyişir.
Ona görə impuls qrafiki də bizdə sinus qanunu dəyişməlidir. Yəni burada göstərdiyimiz şəkildə olmalıdır. O da uyğundur. Cavab Y variantı olmalıdır. Sonra baxırıq 54 nömrəli suala. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafik verilmişdir. Rəqs edən cismin impulsunun zamandan asılı qrafiki hansıdır? Yenə də bayaqki məsələ kimi koordinatın zamandan asılı qrafikini bizə verir. Burada koordinat zamana görə sinus qanunu dəyişir. Onda biz bilirik ki, sürət koordinatın törəməsinə bərabərdir. Sürət koordinatın törəməsinə bərabər. İndi bizdən impuls zaman qrafikini istəyir. Əgər koordinat zamana görə sinus qanunu dəyişirsə, deməli, sürət zamandan asılı olaraq kosinus qanunu dəyişir. Yəni, V bərabərdir, Vm kosinus omega t olacaq. Sürət zamana görə kosinus qanunu dəyişirsə, onda bu deməkdir ki, impuls da zamandan kosinus qanunu ilə asılı olacaq. Kosinus qanunu dəyişəcək. Onda cavabımız kosinus qanunu dəyişirsə, cavabımız olmalıdır B variantı. Yəni, uyğun olan variant budur. 54 nömrəli suala baxırıq. Harmoni rəqs edən cismin impulsunun proyeksiyasının zamandan asılı qrafiki verilib, rəqs edən cismin koordinatının zamandan asılı qrafikini bizdən istəyir. Bu artıq tərsinə verib bizə. Impuls zamana görə kosinus qanununa dəyişirsə, bu demək ki, sürət zamana görə kosinus qanununa dəyişir. Sürət zamana görə kosinus qanununa dəyişir. İndi sürət zamana görə kosinus qanununa dəyişirsə, onda koordinatın zamandan asılılığı sinus qanunu olmalıdır. Çünki koordinatın törəməsi bizə sürəti verir. Koordinat zamana görə onda sinus qanununa dəyişəcək. Onda koordinat qrafiki koordinat başlanğıcından keçən bir qrafik olmalıdır. Yəni cavabımız olmalıdır D variantı.